Bu salatın adı özünü sev salatıdır. Çünki özünü sevən hər kəs bu salatı öz sağlığı üçün hazırlamalıdır. Sağlıqlı qidalanmamın 38-ci günündəyəm. Belə ləzzətli, sağlıqlı qidalarla gündə 2 dəfə qidalanaraq tam 8 kilo çəki itirmişəm. Burada ən əsas səbirli olmağınızdır və porsiyalarınızı daha da azaltmağınızdır. Həqiqətən də yeyərək arıqlamaq olur. Bu salatın sirri isə sousundadır. Iceberg, xiyar, qırmızı soğan, kök, pomidoru xırda-xırda doğrayıb bir qaba əlavə edin. Toyuğu da duz, istiot, paprika, pul biberlə qarışdırıb qızartdım çox az zeytun yağında. Sos üçün yarı avokado, 200 yemək qaşığı az yağlı xama, 5-6 yemək qaşığı qatıq, sarımsaq, limon suyu, duz və istiotu əlavə edib blenderdan keçirin. Əgər siz pəhrizdə deyilsinizsə, bu salatı mayonezlə yemək olduqca ləzzətlidir. Sosunu da əlavə edib qarışdırırsınız, süfrəyə də servis edə bilərsiniz, özünüz üçün də axşam yeməyi edə bilərsiniz. Çox sağlıqlıdır, çox ləzzətlidir. Sağlıqlı qidalanmaq ləzzətsiz yemək demək deyil. Əgər sən də kəşfətdə səhifəmi görürsənsə, mütləq takib almağı unutma. Çünki bura Instagramın ən ləzzətli səhifələrindən biridir. Videonu da bəyənib sevdiklərinizlə bölüşməyi unutmayın. Özünüzə yaxşı baxın. Hələlik.